Bəzi qanunlar keçmişə aid edilə bilər. Dostlar, adətən qanunlar yalnız qəbul edildikdən sonraki hadisələrə tətbiq olunur. Yəni, əvvəl baş vermiş hadisələrə şamil edilmir. Amma Konstitusiyanın 149-cu maddəsinə görə bunun bir vacib istisnası var. Əgər yeni qəbul edilən qanun vəziyyəti yaxşılaşdırırsa, cəzanı azaldırsa və yaxud məsuliyyəti tam ləğv edirsə, həmin qanun keçmiş hadisələrə də tətbiq oluna bilər. Amma cəzanı ağırlaşdıran qanunlar heç vaxt keçmişə şamil edilmir. Gəlin indi bu dediklərimizi nəzəriyyə üzərindən bir misalla gücləndirək. Tutaq ki, əvvəl bir qayda pozuntusuna görə 1000 manat cərimə vardı. Sonradan bu məbləğ 200 manata indirildi. Bu halda əvvəl səhv edən, amma işi hələ bitməyən şəxs də 200 manat cərimə ödəyəcək. Ümumilikdə isə bu qayda ədalət və humanizm prinsipinə əsaslanır. Yəni, qanun daha yumşaq və ədalətli olarsa, insanlar bundan geriyə doğru da faydalana bilərlər. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.